Səhəm bazarından pul qazanmaq üçün düzgün alış-satış nöqtələrini bilmək lazımdır. Bunu sizə Sofi texnoloji üzərindən misal gətirəcəm. Məsələn, burada Sofinin qrafikinə daxil olub dəstək direnç nöqtələri çəkmişəm. Bunun haqqında ətraflı video texniki analiz öyrən dərs 1 videosu var. Kanalda baxa bilərsiniz. Deməli, təxmini olaraq sizə göstərim. Dəstək xəttini çəkərkən minimum nöqtələr gördüyünüz kimi burada minimum şamlara toxunaraq çəkilib və direnç nöqtəsi də paralel olaraq maksimum şamlara toxunaraq çəkilib. Dəstəkdən reaksiya alaraq yuxarıya doğru gedir gördüyünüz kimi. Direncdən də reaksiya alaraq satış eləyib aşağıya doğru gedə bilər. Əgər dəstəyi həcmli olaraq qırarsa 30 nöqtəsi və 40 nöqtəsinə, yəni qiymətinə qədər qalxa bilər. Həmçinin direnci də aşağıya doğru qırarsa daha aşağı səviyyələrdə alış nöqtələrinə düşə bilir. Məsələn 9, 42 səviyyələri və s. Yəni səhmlərdən pul qazanmaq üçün dəstək və direnç xəttlərini çəkib alış-satış nöqtələrini bilməlisiniz. Daha çox üçün kanal izləyə bilərsiniz.